Kiberpolis 200 nəfərin kart məlumatlarını oğurlayan şəxsi yaxalayıb. Təsəvvür edin ki, Nazirlik Mətbuat Xidmətinin yaydığı məlumatda qeyd olunur ki, Kiberpolisin həyata keçirdiyi növbəti əməliyyat texniki tədbir nəticəsində özünü kredit mütəxəssisi kimi təqdim edərək müxtəlif sahələrdə, səhifələrdə sərfəli şərt, az komissiya, zamin tələb olunmadan kreditlərin verilməsi adı altında insanların pulunu ələ keçirən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş 32 yaşlı Kənan Əmrahlı saxlanılır. Ümumiyyətlə, fikir verin, bu kimi işləri görən adamların, nətər deyərlər, o görünüş 32 yaş, yəni təsəvvür edin ki, adama rahat 48, 47, 45 yaş vermək olur. Qəribə bir görkəmləri olur, sanki hamısı bir-birinə oxşur, onu demək istəyirəm. Və araşdırmalarla məlum olub ki, Kənan Əmrahlı sosial şəbəkələrdə kampaniya keçirildiyini və güzəştli şərtlərlə kreditlərin verilməsi ilə bağlı elanlar yerləşdirib, sonra ona müraciət edən şəxslərin kart məlumatlarını və onların mobil telefonlarına göndərilmiş OTP təhlükəsizlik kodlarını ələ keçirib, saxlanılan şəxs informasiyaları əldə etdikdən sonra mobil tətbiqlərə daxil olub, zərərçəkənlərin balansındakı vəsaitləri başqa şəxslərin adına açdığı kartlara köçürərək ələ keçirib. Faktlarla bağlı cinayət işi başlanılıb və Əmrahlı barəsində məhkəmənin qərarı ilə həbs qəti imkan tədbiri seçilib. Biraz öncə də bundan danışmışdıq ki, yəni maksimum şəkildə diqqətli olmaq lazımdır. Çünki belə halların sayı artıq durmadan artmaqdadır.